Salam, hər vaxtınız xeyir olsun. 7-ci siniflərin səhifə 65-də ümumiləşdirici tapşırıqlar başlığının suallarına baxırıq. Bildirir ki, birinci sualda şəkildəki fənərin elektrik dövrəsinin sxemi hansı variantda düzgün göstərilmişdir? Deməli, baxırıq fanara. Fanarda burada açar hissəsinə fikir versək, qırmızı düymə hissəsi geridədir. Yəni, biraz önə itələnsəydi, burada dövrə qapanardı və batareyadan ibarət sxem görürük. Cəryan mənbəyi və dövrə açıqdır. A variantına fikir versək, burada açar hissəsi yoxdur. Demək ki, A getdi. B variantında batareya hissəsi yox, sadəcə cəryan mənbəyi göstərilib. C variantında qalvanik element var, açar var, lampa var. Cavabımız C variantı. Gələk D variantına. D variantında cəryan mənbəyi yanlış göstərilib. Bu şəkildə yanmaz. Bu şəkildə yanmaz, çünki mənfilər ortadadır, müsbətlər isə bir kənarda. Y variantında isə açar var, cərəyan mənbəyi yoxdur. İkinci sualda Azər lampaya birləşdirilmiş cihazlarla ölçmələr apardı. Hansı ifadə doğrudur? Birincidə bildirir ki, A cihazının ölçdüyü kəmiyyətin vahidi amper, B cihazı isə voltdur. A cihazı gördüyümüz üzrə ampermetr burada A hərfi görsənir, B-də isə burada V hərfi var, burada A hərfi. Demək ki, birincidə doğru deyir. A cihazının ölçdüyü kəmiyyətin vahidi ohm, yanlışdır. B cihazı ki, voltdur, bu doğrudur. İkinci yanlışdır, bir doğrudur hələ ki. A cihazı dövrəyə ardıcıl, B cihazı isə paralel birləşdirilib. Lampaya voltmetr paralel, ampermetr isə ardıcıl birləşdirilib, doğrudur. Sonra dördüncü sualda A cihazının göstəricisi, B cihazının göstəricisinin nisbəti lampanın müqavimətinə bərabərdir. Deməli, A cihazının göstəricisi, yəni cəryan şiddətinin müqavimətə nisbət, gərginliyə nisbəti müqaviməti verir. Yanlışdır. Beşincidə B cihazının göstəricisinin A-ya, yəni U-nun I-yə nisbəti müqaviməti verir. Doğrudur. Demək, doğru olan 1, 3 və 5. Dövrənin M hissəsindən keçən cəryan şiddəti neçə amperdir? Dövrənin M hissəsindən keçən cəryan şiddəti, buradan belə deyək, cəryan gəlir və yekunda M hissəsindən bu hissədən keçən cəryan şiddəti 2 və 3-ün cəmidir ki, bu da 5 amperi verir. Dördüncü sualda bildirir ki, şəkil 1-də verilmiş dövrənin A və B uclarına müxtəlif ölçülü mis naqillər birləşdirilir. Bu zaman lampanın parlaqlığı şəkil 2-də göstərildiyi kimi dəyişir. Lampanın parlaqlığı ilə naqillərin ölçüləri arasında uyğunluğu müəyyən edilir. Deməli, baxırıq əsas şəkil 2-yə və sağdakı variantlara. Cəryan şiddəti I bərabərdir, U böl R-dir. Və müqavimət özü də ρL bölünsün S-dir. Gətirib yerinə yazsam, olur nə? U bölünsün ρL bölünsün S. İndi baxıram ki, burada cəryan şiddəti naqilin uzunluğundan tərs asılıdır. Naqilin uzunluğundan tərs asılıdır. S-dən isə düz mütənasib asılıdır. Naqilin ençəsi sahəsində. İndi baxıram nəyə? Burada fikir verirsinizsə, birincidə A variantında S, digərində isə 2L-dir. Baxırıq, deməli, birinci üçün yazsam, A variantı üçün deyərdə, A variantı üçün yazsam, yazıram nə? Yazıram ki, I bərabərdir. U vurulsun S bölünsün 2L vurulsun ρ'ya. B variantı üçün yazıram, I bərabərdir. U vurulsun 2S bölünsün 2L vurulsun ρ'ya. 2'lər ixtisar getdi, U S bölünsün 2, 2'lər getmişdi də ixtisar, ρ vurulsun L. B variantı üçün, C variantı üçün yazsam, I bərabərdir. U vurulsun 2S bölünsün nə? ρL. Və burada nə olur? 2 qabağa çıxdı. U S bölünsün ρL-ə. Və fikir veririksə, birincidə məxrəc 2 dəfə, A variantında 2 dəfə azalır. B variantında məxrəc normaldır. C-də isə ümumiyyətlə kəsirin qiyməti 2 dəfə artır. Demək ki, C-yə uyğundur. C uyğundur 1-ə. Buradan yazsam 1, 2 və 3. 1-ə uyğundur C. Məxrəc 2 dəfə azalır. Burada lampanın parlaqlığı avtomatik azalacaq. İkinciyə uyğundur A variantı. Üçüncüyə uyğundur B variantı. Gələk növbəti sualımıza. 5-ci suala baxaq görək nə verir. Buranı silək. Şəkildəki dövrədə cəryan mənbəyinə qoşulmuş voltmetrin göstəricisi 12 voltdur. Lampalar dövrəyə necə birləşdirilib? Lampaların gərginliyini tapın və hər bir lampadan keçən cəryan şiddətini hesablayın.
Baxaq, lampalar dövrəyə necə birləşdirilir? Gördüyümüz üzrə lampalar dövrəyə paralel qoşulub. A variantında lampalar dövrəyə paralel qoşulub. Birləşdirilib. Gələk B variantına. B variantında bildirir ki, lampaların gərginliyini müəyyən edin. Deməli, lampaların gərginliyi ümumiyyətlə paralel birləşmə olduğu üçün burada gərginliklər eynidir. Yəni U1 bərabərdir U2-yə. Bu da nəsə bir gərginliyə bərabərdir və dövrə hissəsinin uclarındakı gərginliyə baxsaq, bizə verib ki, voltmetrin göstəricisi 12 voltdur və 12 volt bura, 12 volt da bura. Lampaların gərginliyi oldu 12 volt. C variantına keçid alsaq, C variantında bildirir ki, hər bir lampadan keçən cəryan şiddətini hesabla. I bərabərdir U bölünsün R-dir və gərginliyimiz 12-dir. Mən birinci lampanı tapıramsa, 12 bölünsün, buradakı müqavimət 3-dür. Bu da edir 4 amper. Sonra ikinci lampadakini tapsam, U bölünsün R2. Bu da olur 12 bölünsün 6, 2 amper. Gəlirik 6-cı suala. 6-cı sualda bildirir ki, reostatın sürgüsünü sağa sürüşdürsək, ampermetrin göstəricisi necə dəyişər? Deməli, 6-cı sualda reostatın sürgüsünü mən sağa sürüşdürsəm, burada fikir versək, baxın, reostata ayrıcadan çəksəm, reostat və bu sürgünü mən sağa sürüşdürürəm. Əvvəl buradaydı və bu şəkildə sürüşdürürəm sağ tərəfə. Birinci halı budur, ikinci halda isə belədir. Və nə olur? R bərabərdir, rho L bölünsün S düsturuna əsasən. Burada nə olur? Aktiv hissənin uzunluğu azalır. Yəni artır, daha doğrusu bağışlayın. Aktiv hissənin uzunluğu L artdığı üçün R də nə olur? Artır. Və ampermetrin göstəricisi necə dəyişər? Yazırıq ki, aktiv hissənin uzunluğu artdığı üçün müqavimət artır. Cərəyan şiddəti I bərabərdir U bölünsün R düsturuna əsasən azalır. Gələk 7-ci suala. Eyni cəryan mənbəyinə ardıcıl qoşulan lampaların sayı artdıqca. Deməli, burada eyni cəryan mənbəyinə ardıcıl qoşulan lampaların sayı artdıqca nə baş verir? Onlara baxaq. Deməli, burada əvvəlcədən yığdığım sxemə baxaq. Nə baş verir? Baxaq, burada tam ki, lampa 3 dənədir. Burada lampanın birini azaltdım. Əvvəlki parlaqlığa bir dənə fikir verək. İndi lampanın sayını bir dənə, daha doğrusu artırıram. Və nəticədə bir dənə diqqət yetirsək, lampanı gətirib bura birləşdirsəm və lampanın parlaqlığı azaldı. İndi gələk bu lampaların bir neçəsini buradan çıxardıq. Yəni, bu lampanı da çıxartdım və bu iki lampanı ayrıcadan yığdım kənara. İndi gətirib bunu dövrəni birləşdirsək, nə olur? Lampa daha çox parlaqlıq dərəcəsi olur da, belə deyək. Demək ki, lampaları daha çox yığdıqca başlayır orada parlaqlıq azalmağa. Suala fikir versək, eyni cəryan mənbəyinə ardıcıl qoşulan lampaların sayı artdıqca onların parlaqlığı nə baş verdi? Azalmağa doğru getdi. 8-ci sualda yolları işıqlandırmaq üçün istifadə olunan lampalar dövrəyə necə birləşdirilib? Lampalara baxsaq, dövrəyə görürük ki, ardıcıl formada birləşdirilib. 8-ci sual ardıcıl birləşdirilib. Yolları işıqlandırmaq üçün istifadə olunan lampalar. Yəni, görünüş olaraq ardıcıl görünür, amma ardıcıl birləşdirmənin, belə deyim də, əksi tərəfi odur ki, məsələn, mən bu lampanı ardıcıl qoşmuşamsa, buradan cəryan gəlir, keçir və burada bir dənə də lampanı qoşuram və nəticədə buradakı lampa, məsələn, bu lampa sıradan çıxdı, avtomatik bu ikinci lampa da yanmayacaq. Yəni, yolları işıqlandırılan lampa şəkil olaraq ardıcıl görsənir, amma
paralel birləşmə, belə deyim də, bu lampa tutalım ki, sıradan çıxanda digəri yanırsa, demək ki, nə olur? Paralel birləşmə sayılır. Şəkildəki dövrədə ampermetrin göstəricisi 0,5 amper olarsa, voltmetrin göstəricisi nəyə bərabər olar? Baxaq. Deməli, ampermetrin göstəricisi I bərabərdir 0,5 amper. Voltmetrin göstəricisi nəyə bərabərdir? Ampermetrin göstəricisi 0,5-dirsə, demək ki, I1 də 0,5-dir. I2 də 0,5 amperdir. Və R1-imiz neçədir? R1-imiz 1 ohmdur. Voltmetrin göstəricisi. Voltmetr nəyi ölçür? Birinci lampadakı müqaviməti ölçür və nəticədə U1 bərabərdir I1 vurulsun R1. Bu da olur 0,5 vurulsun 1, 0,5 volt olmuş olacaq. 10-cu sualda dövrələrə birləşdirilən mis və alüminium naqillərin ən kəsikləri və uzunluqları bərabərdir. Eyni lampadan və cəryan mənbəyindən istifadə olunduğu hansı naqil daha yaxşı keçirici olduğunu necə müəyyən etmək olar? Şimdi burada necə müəyyən etmək olar? Baxaq, əvvəlki hissədə dərsdən olan bu görünən hissəni, kəsinti hissəni gətirib yapışdırmışam. Yəni, bu hissədə fikir versək, burada nə var? Gümüşdən sağa doğru, nixrom naqilə doğru getdikcə elektrik müqaviməti artır, keçiricilik azalır. Yəni, misin keçiriciliyi, mis nə olur? Alüminiumdan daha yaxşı keçirir. Yəni, bu cədvələ fikir versək, burada keçiriciliyə nəzər yetirə bilərik. Və yaxud cədvəl də olmasa, məftilləri dəyişərək orada keçiricilik qabiliyyətini yoxlaya bilərik. Belə diqqətiniz üçün təşəkkürlər. Hələlik.